Uşaqlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 20-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Qarabağ ana yurdu. Öyrəndiyi məlumatlar əsasında cümlələri tamamla. 1. Kim Qarabağ şikəstəsinin mahir ifadəsidir? Xan Şuşinski. 2. Nə vaxt Milli Musiqi Günü qeyd olunur? 18 sentyabr. 3. Harda el şənlikləri, alt yarışları keçirilir? Cıdır düzündə. 4. Üzeyir Hacıbəyov uşaqlıq illərini harda? Şuşada keçirib. 5. Hansı rəqs 19-cu əsrdə Ağdamda yaranıb? Uzundərə rəqsi 19-cu əsrdə Ağdamda yaranıb. B. Göy rənglə verilmiş cümlə hansı fikri təsdiq edir? 19-cu əsrdə Şuşada 95 şair, 38 xanəndə, 18 memar var imiş. A. Qarabağ xanının sarayında tez-tez şeir məclisləri qurulardı. B. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. C. Muğam yaradan və ifadə edən sənətkarlar xanəndə adlanır. B. Cem, aşağıdakı sualların köməyi ilə işğaldan azad edilmiş torpaqlara səfər adlı mətn yaz. 1. Daha çox hansı şəhərə getmək istəyirsən? Nə üçün həmin yeri görmək istəyirsən? Getmək istədiyin yer haqqında nə bilirsən? Mən özüm üçün hara getmək istəyirəm indi deyəcəm. Məsələn, ən çox mən Şuşaya getmək istəyərdim. Çünki Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Orada Cıdır Düzü adlı yarış keçirilir. Bir çox bəstəkar burada böyüyüb, burada yaşayıb. Xarı bülbülü, Şuşa qapısını, əsgərlərimizin necə yollardan keçdiyini görmək istəyirəm. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.